Salam, Binəqədi qəsəbəsində düz mərkəzdə 2 otaq maşıncıla həyətdə evi təqdim edirik. Burada kombisi var, aça bilmədim. Dəmir reşotkaları zadı, hər şey yerli yerində. Bax, maşın da rahat girir. Evə daxil oluruq. Ev yaşanmış evdir, yəni belə bir ayın, 2 ayın evi deyil. Buradan girdik. Böyle koridoru var. Burada hamam tuvaletidir. Kafirli mətbəxi. Hamamdır. Daxil oluruq. Bura mətbəxidir. Bura koridorudur. Bura yataq otağıdır. Cüt daşlı evdir. Koridoru belə də çəkək. Burada zalıdır. Yerdə yaşayış yoxdur deyə biraz tozludur. Amma təmizlənəcək. Zalı da böyük zalıdır. Tekrar çıxırıq koridora. Solda yataq otağı idi. Mətbəxidir.